Əgər gəncsinizsə, xüsusilə yaşınız 25-ə qədərdirsə, məni bugün sona qədər dinləyin. Bunları sizə bəlkə də heç kim deməyib və deməyəcək. Son illərdə vape, yəni elektron siqaret istifadəsi artır. İstər nikotinli, istərsə də nikotinsiz. Hər ikisinin təsirlərini izah edəcəm. Vape beyinə klassik siqaret qədər zərərli deyil deyə təqdim olunsa da, elmi məlumatlar göstərir ki, xüsusilə nikotin tərkibli vape beyin üçün ciddi risklər yaradır. Vape sadə buxar çəkmək deyil. Birinci, asıllıq və dopamin sistemi pozulması baş verir. Vapelerin çoxunda nikotin var. Nikotin beyində süni şəkildə dopamin artımı yaradır. Bu, qısa müddətli xoş hiss yaradır. Ardından isə çəkilmə yaradır. Yəni, bir crash. Amma tezliklə beyin buna öyrəşir. Nəticədə asıllıq, diqqət pozulması və motivasiya azalır. İkinci, yeniyetmə beyninə xüsusi zərəri var. Beyin əsas 25 yaşa qədər inkişaf edir. Nikotin isə prefrontal korteksi zəiflədir. Yəni impuls nəzarətini azaldır, qərar verməni pisləşdirir. Nəticədə riskli davranışlar artır, öyrənmə və yaddaş zəifləyir. Üçüncüsü, oksidativ stres və iltihab baş verir. Vape aerozolları sərbəst radikallar yaradır. Beyin hüceyrələrində oksidativ stresi artırır, neyroinflamasiya yaradır. Nəticədə neyron zədələnməsi, kognitiv zəifləmə baş verir. Dördüncü, qan beyin bariyerinə təsir edir. Onu zəiflədir və toksinlərin, mikrobların keçməsini asanlaşdıra bilir. Nəticədə infeksiyon və iltihabi xəstəliklər riski artır. Deməli, nələri yadda saxlayaq? İstər nikotinli, istər nikotinsiz vape də tam təhlükəsiz deyil. Aroma maddələr və aerozollar sinir sistemindən başqa tənəffüs sistemi üçün də risk yaradır. Bunları bildikdən sonra davam yoxsa tamam deyəcəksiniz. Yorumlarda fikirlərinizi yazın, müzakirə edək.